Zülümlə, əziyyətlə hazırladığımız evimizi axır ki yandırırıq. Bu gün özümə də zaman ayırım şüarı altında qərara gəldim ki, sizlər üçün yeni model Afrim kömür səbətlərimizi sınavdan keçirək. Əldə elədik kömür səbətimizi. Əlimiz, ayağımız təmiz, maşınımız batmadan yaxınlaşdıq bağ evimizə. Alt hissəsində fitil yeri var. Yandırırıq, yerləşdiririk manqala. İlkin olaraq domaxot hissəsindən baxın, tüstü çıxır, kənd evlərini xatırladır sanki insana. Sonradan həmin hissədən alov çıxmağa başlayır bu formada və başlayır artıq kömür səbətimiz, kömür evimiz yanmağa. Afrim yandıqdan sonra kömürümüz tam olaraq hazır olacaq. Ona kimi biz qərara gəldik ki, özümüz üçün ciyər dürüm hazırlayaq. Yol üstü aldığımız ciyərimizi, quyruğumuzu doğradıq. Yeri gəlmişkən siz də əziyyət verməyən bıçaqlar istəyirsinizsə, Cumhur Çelik brendinə məxsus bax belə bir ideal bıçaqlardan istifadə edə bilərsiniz. Duzunu, istiyotunu əlavə elədikdən sonra biraz kakotu da əlavə edirik ki, marinadı qəşəng olsun. Yerləşdiririk və kömürümüz artıq hazırdır. 15-20 dəqiqə müddətinə kömürümüz tam hazır oldu. 5 kiloluq ideal kömür idi. Paşdı bütün manqalı tutmuşdu. Qəşəng bax yerləşdirdik dürümlərimizin üzərinə. Bəh-bəh. Dürüm üçün özümüzə qəşəng belə soğanlı, petruşkalı, belə qəşəng sumağını da əlavə edəcəyik indi üzərinə. İdeal belə bir bax salatını da hazırlayandan sonra bəh-bəh ciyərimiz də artıq hazırdır bax. Qəşəng belə puf çörəyin arasına çəkirik, üzərinə salatını da əlavə edirik. Bismillah. Dadı ideal, super dadı. Siz də belə bir möhtəşəm kömür əldə etmək üçün Çılçıraq Premium mağazasına baş çəkə bilərsiniz.